Deməli 2 gündür ki, heç bir video falan çəkmirəm. Çünki düzünü desəm, evdəydim, belə görəsi bir işim yox idi, harasa gedəsi. Amma bu günlərim 2 dənə yerə getməliyəm. Bir bacımgilə gedirəm, çünki bibim qızları qonaq gəlir, istəyirəm onları görüm. Axşam da dostlarımızla görüşməliyik. Murad da qoşulacaq. Murad indi ofisdədir. Gəlib bacımgildən məni götürəcək və axşam gedəcəyik. Belə giyinmişəm, gəlin sizə giyindiyimi də göstərim. Bura ışığı yanır, yanır. Belə bir saraçka almışdım Zara'dan. Bu da bacımın verdiyi şalvardı. Bu da Pull&Bear'dən ya da Bershka'dan bilmirəm aldığım adi bir maykadır. Belə. Bu da əynimə gördüyünüz kimi artıq daraşıbdır, amma yenə də giyinirəm. Belə. Taksi çağırım, çıxıram. Bacımgilə getdikdən sonra gəldim dostlarımla görüşməyə. Həmişə fikir verirəm ki, sizə hansısa bir restoran göstərəndə o restoranla bağlı, kafelərlə bağlı heç bir məlumat vermirəm. Ona görə də bu dəfə məlumat vermək istədim. Hal-hazırda biz Ice Pub'dayıq, amma Ice Pub'ın Yasamal filialındayıq. Mən təbii ki, alkoqolsuz bir şeylər götürdüm. Yeməklər pis deyildi. Atışdırmalıq pivə ilə və s. yəni belə atışdırmalıq yeməklər götürmüşdük. Mən bəyəndim. Krevetkaları bəyəndim, ondan sonra toyuq qanadlarını bəyəndim. Çox xoşuma gəldi. Çox qəşəng vaxt keçirdik. Əslində siqaret iyi çox gəlmir buradan. Çünki havalandırma sistemi yaxşıdır, amma sadəcə olaraq havalandırma sistemi dəhşət soyuq hava buraxırdı. Ona görə də mən yerimi dəyişdim. Çünki xəstələnmək istəmirdim. Düz üstümə vururdu. Və bir yerdən sonra gördük ki, dəhşət çox səs-küy var. Artıq söhbət edə bilmirik, qışqırışırıq. Ona görə də qərara gəldik ki, Könülgilə gedək. Könülgildə ilə Yasamalda yaşayırlar, yaxın idi deyə qalxdıq onlara. Burada isə yadıma düşür ki, paketlə gəlmişdim. Və yaxşı ki, paketimi unutmuram. Qayıdıb paketimi götürürəm. Bu arada bibim qızı Budapeştdən mənim balama hədiyyə alıbdı. Onu da sizə sonra göstərərəm. Heyecanlandı ne? Şimdi geldi. Salih ve halatları. İçki içənlər isə partini evdə davam eləmək qərarına gəldilər. Ona görə də Salih hal-hazırda içki düzəldir içənlər üçün. Gin tonik hazırlayır. Onun üçün gin hədiyyə eləmişdilər. Çox maraqlı bir iyi bar idi. Mən təbii ki, dadına baxmadım. Amma uşaqlar bəyəndilər. Murad ümumiyyətlə içən deyil, amma hər kokteyldən biraz dadına o da baxdı. Ya az değilse okey akırma. Ne oldu? Yapıştır. Növbəti gündən hamınıza salam. Gördüyünüz kimi bu günlərim aşpaza dönmüşəm. Əslində bunu keçən dəfə sizə göstərmişdim, Temudan almışdım. Valla aldığım gündən etibarən istifadə edirəm və çox razıyam. Əslində fikirləşirdim ki, kömək eləməz, amma saçım həqiqətən də dolaşmır. Düzdür, saçımın buruqları itir təbii ki, çünki avtomatik olaraq belə
yəni başımın altında qalır, əzilir, lap bu papaq da olsa belə. Amma ən azından yəni saçımda dolaşma olmur və saçım yəni yaxşı qalır, qəşəng qalır. Belə təxmini 3 gündən bir mütləq ki, yəni saçım, başım yuyulmalıdır bu buruq olanda. Çünki buruqlar tez korlanır. Ən əsas da papaqsız, yəni bu papaqsız yatanda buruqlarım dəhşət pis günə düşürdü, ucları quruyurdu, dolaşırdı, pırtlaşırdı. Hətta çiməndə belə mən ümumiyyətlə saçımı çiməndə darayıram, balzam falan vururam, elə darayıram suyun altında ki, mənə rahat olsun və daha sonra da daramıram. Artıq bir dəfə daramağım orada bəs eləyir və sonra da saçıma krem falan vurub bururam. Amma bu dəfə yəni dolaşma ümumiyyətlə olmadı və o qədər rahat darandı ki saçlarım, yəni artıq bir neçə dəfədir ki, yəni saçımı elə yoxlamışam, yəni bir həftə demək olar ki, istifadə edirəm və görürəm ki, çox rahat həqiqətən də daranır saçım suyun altında. İndi Murad hər dəfə məndən məzələnir. Hər səhər duranda soruşur ki, bugün nə bişirmisən? Yuxuda mənə aşpaz deyir bu papaqla. Bu arada bu papaq başımdan çıxmasın deyə gördüyünüz kimi iki tərəfdən də belə nevidimka ilə yəni nevidimka vururam belə ki, saçımdan çıxmasın. Ona görə də belə rahat-rahat qalır. İndi bu günlərimdə sizin üçün sizə çəkmək üçün yəni açmadım saçımı ki, göstərim belə. Qızlar, bu frezer aparatımı verirəm Könülə. Könül çünki Almaniyada özünə dırnaq eləyir. Bilirsiniz ki, orada həm bahadır, həm tapmaq olmur. Yəni belə də yəni məşhur bir şey deyil də bizdəki kimi. Mən də o vaxtda özümə almışdım, həvəslənmişdim ki, evdə dırnaq eləyim. Amma sonra uzun müddət sonra fikirləşdim ki, dırnaq ümumiyyətlə eləmək istəmirəm. Belə daha yaxşıdır dırnaqlarım. Heyfim gəldi yəni dırnaqlarıma. Sonra da indi də fikirləşirəm ki, mən uşaqla çətin ki, nə vaxtsa təzədən özümə nəsə eləyim. Çünki bilirsiniz ki, çox vaxt aparır. 3 saat, 4 saat vaxt aparır. Ona görə Könülə təklif elədim ki, gəlsənə mən bu aparatı sənə verim, apar. Çünki onun özündə var, amma onun özünki o qədər də yaxşı deyil. Mənki daha yaxşıdır. Yəni proçnidir də, möhkəmdir. Dedim, gəl sənə verim, apar, istifadə eləm. Şimdi bunu göndərirəm Könülə. Bu çamadanı da veririk, aparsınlar. Çünki Murad xahiş edib ki, onun kompüterini göndərsinlər. Yəni aparsınlar özləri ilə Almaniyaya. Çünki xarab olubdu, o düzəlməlidir. Onlar da dedilər ki, əslində bir dənə də çamadana ehtiyacımız var. Əgər çamadanınız varsa, elə çamadanla bir yerdə verin. Ona görə həm bunu, həm də indi kompüteri qoyub içinə göndərəcəyik onlara. Bu arada Murad elə gözəl çiyələklər alıb ki, yekə-yekə qoymuşam sodaya. Yudum elədim, indi sodalı suda qoymuşam biraz. Pestisitlər falan nə varsa ölsün. İndi birazdan yeyəcəm. Siz bu çiyələyin böyüklüyünə baxın. Nə boydadır. Aromatlıdır. Çox da şirin deyil, amma aromatlıdır. Qəşəngdir. Qızlar, biraz özümü düzənə saldım. Saçlarımı falan düzəltdim. Biraz da bəzəndim, çünki gedirik restorana bu tərəflərdə, işçilər tərəfdə. Qaynanamgillə bir yerdə gedirik. İşte belə giyindim ümumi. İndi Muradla çıxırıq. Mən bilmirdim buralarda belə bir restoran var, qaya. Belə bir yusu var. Belədir. Salamlar. Ay, xoş gəlmisiniz. Salam. Dəvət. Gəlin. Necəsiz? Qızlar, bugün gedirəm salona. Saçımın ağlarını rəngləməyə. Əslində bugün axşam podruqalarımla görüşməliydik. Mən də fikirləşdim ki, kakras o vaxta qədər yazım görüm Səmirə xanımın yanında yer varsa, gedim saçlarımı rənglədim. Elə oradan da keçərəm. Tərs kimi bugün özümü elə pis hiss elədim ki, ürəyim falan bulandı. Bilmirəm niyə. Heç uzun müddət idi ki, ürəyim bulanmırdı. Oy, nə bilim, indi dərman içmişəm hər ehtimala qarşı. Ümid edirəm axşama qədər təsir eləyər. Hələ ki pis deyiləm, okeyəm.
Bir də ki, Murad sağ olsun mənə biraz çərəz qoydu orada yeməyə. Birdən ac olsam, ya ürəyim bulansa, biraz çərəz yeyim. Neyse, indi taksimi deyim, gedirəm. Burada video çəkməyimə baxmayın, dəhşət pisəm. Ürəyim o qədər pis bulanmışdı ki, sağ olsunlar mənə zəncəfilli çay gətirmişdilər. Bu səbəbdən də ümumiyyətlə qızlarla görüşümüz təxirə salındı. Gələn videoda sizə danışacağım başıma nə gəldi, ona görə də mütləq izləmədə qalın. Hələlik.